Azərbaycanda banka borcunu ödəməyənlər üçün yeni qaydalar qüvvəyə minib. İndi diqqətlə qulaq asın, bu qaydalar hansılardır? Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin aprelin 17-sində keçirilən iclasında müzakirə olunan dövlət icra məmurları haqqında qanunda dəyişiklik edilib. Qanunda edilən yeni dəyişikliyə görə icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlanıcıda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə, borclunun, onun əmlakının yerini, borclu hüquqlu şəxsin, icra orqanının rəhbərinin və ya borclunun uşağının olduğu yerin müəyyən olunması üçün qanunla nəzərdə tutulmuş qədər tədbirlər görə biləcək. Bu, Azərbaycanda bankalar borcunu ödəməyən insanlar haqqında yeni qaydalardır.